Albaniyanın bugünkü mövzumuz Albaniyanın ümumiləşdirilmiş təkrarıdır. Sizlərlə lövhə üzərində təkrar eləyəcəyik. Daha sonra çalışacağıq Albaniyanın mövzusunu ingilis dilinə tərcümə eləyək. Lövhəni niyə bölmüşük uşaqlar? Eybi yox, xorla deyə bilərsiniz. Lövhəni niyə bölmüşük? Aha, bizim era və eradan əvvəl. Lövhənin sol tərəfi eradan əvvəl, sağ tərəfi isə bizim eradır. Bizə lazım olan rəqəmləri də yazmışıq. İndi Albaniya haqqında məlumatları, yəni Albaniyanın özü haqqında məlumatları lövhəyə yazaq. Kim gələr? Albaniya, gəl Fatimə. Dini bütpərəstdir. Dini bütpərəstdir. Sonra gəl Əsma. Deyə gəl, tez-tez gəlin. Türk mənşəli dövlətdir. Sonra Əsnad. Monarxiyadır. Monarxiyadır. Sonra Nigar. Quldardır. Sonra Fatimə. Dövləti hökmdar idarə edir. Gəl yaz. Hə, paytaxtı Qəbələdir. Gəl yaz. Sonra Zəhra. Nə yazarsan? Tayfalarından Naxçı tayfası. Yaz. Hə, Əsnad. Katakomba qəbirləri. Başqa hansı tayfalar yaşayırdı Zəhra? Hansı? Leglər. Leg tayfaları. Sonra Nigar hansı tayfalar? Kadusi. Kaspi Kadusi. Sonra Kaspi Kadusi. Aha. Deməli Albaniya dövləti haqqında məlumatları ətrafına yazdınız. İndi də tarixi gedişatları yazaq. Albaniya dövləti neçənci əsrdə yarandı? Hə, Nilüfər. 4-cü əsrdə. Biz bunları necə öyrənmişdik? Necə dedik? Hə. Yarandı, sonra möhürdən istifadə edildi. İskəndər adına pul kəsilib, bir də kiremitdən istifadə. Kiremitdən istifadə. Gəl yaz. Nicat gəl. Nicat gəl. Aha, bir ikisini yaz. Jale gəl. İskəndər adına, Makedoniyalı İskəndərin adına pullar. Deməli, yarandı 4-3-cü əsrdə, kiremitdən istifadə olundu, möhürdən istifadə olunurdu və İskəndər adına pullar. Ən qədim pullar İskəndərin adına kəsilirdi. Sonra 2-ci əsrə düşəndə, 2-ci əsrdə, Əsnad, Roma-Alban müharibəsi 2-ci əsrdə başladı. Gəl yaz. Deməli, eradan əvvəl 1-ci əsr isə biz nəyə bənzətmişdik, Nigar? Türk nağılına necə bənzətmişdik? 66-da birinci Eradan əvvəl. Eradan əvvəl 66-da Kür döyüşü olur. Orada baba gəlir, turpu dartır, amma çıxara bilmir. Orada Pompeyinin oraya... Turpumuz nədir bəs? Albaniyadır. Albaniyadır. Sonra Aha. 65-də Qanıq döyüşü olur. Orada da Pompey döyüşü. Orada nəyə bənzətdik? Sonra orada Pompey yenə uda bilmir. Udur, amma Albaniyanı tuta bilmir. 36-dan sonra Antoni gəlir. O da udur, amma yenə tuta bilmir. Axırda da təzə 36-da Antoni Kanidini çağırır. Kanid gəlir İberiyanın Albaniyanı tutur. Albaniyanı, Türk nağılını çıxardan yerindən, turpu yerindən çıxardan Kanididir. Kanididir. Gəl, Hüseyin sən gəl, Ləman sən gəl. Sonra Zeynəb sən gəl. Aha. Albaniyanı tutur. Sonra bizim eranın 1-ci əsrində bəs nələr demişdik? Nasxanın nələr demişdik? Qobustan abidəsi kimdən xəbər verir? Qobustan abidəsi. Kimdən xəbər verir? Romalılardan. Yəni Qobustan abidəsi Romalılardan. Bir də şüşədən istifadə. Bunlar hamısı neçənci əsrdədir? 1-ci əsrdə. 2-ci əsr bəs? 2-ci əsr, Fatimə. Böyük Dəhnə abidəsi. Gəl yaz. Sən də yaz. Deməli uşaqlar, təkrarımızı elədik və lövhəyə hamısını demək olar yazdıq.
lövhəyə yazdıq hamısını. İndi Yusif cavab ver görüm. Hardan danışdıq? Albaniyadan. Albaniyanın paytaxtı aradı. Hansı şəhərdir? Qəbələ. Kimlə mübarizə aparırdı Albaniya? Roma ilə. Neçənci əsrdə dövlət yarandı? Neçənci əsrdə? Eradan əvvəl 4-cü əsrdə. Bəs Roma ilə mübarizə neçənci əsrdə idi? İkinci. 2 və 1-ci əsrdə. Eradan əvvəl 2, 1-ci əsrdə. Hə, uşaqlar. Deməli, let's talk our lesson in English. Who lesson? Hə, Fatimə. Yes. The century is Albania organized in the monarch called Iskandar, two name of Iskandar. 66 century is called Portugal, Albania Roma Portugal. 65 is Portugal, Roma and Albania between is Roma usurper and winner. 36 in Antonica, 36 Canada in Camp, Albania and Copy. Nədən danışdın İcaz? Tutmasından. O sonuncu dediği cümleydi. Sonra nədən danışdı Zeynəb? İlk öncə 66 yerlərdə bircəsində olan 66 küp döyüşünü danışdı. Sonra isə mən 65-də qanat döyüşünü, Döyüş. 36-da isə Antoni yürüyüşünü. Yürüyüşündən danışdı. Now, who can continue? Naz xanım. Our era's first century, there was a glass native king, Constant monument is give information about Romans and windmill. Our era's second century, there was a great Dahna monument is give information about Keep silent. your friendship with Adrian and our era's third century, Sasanians kept Albania. Excellent. Nə dedi? Hansı hissədən danışdı? Hə, Nilüfər. Bizi beraber üzətsizdə başladı. İlk yerli küblər idarə edildi. Komisar abiləri Roma'dan xəbər verdi. Sonra mən şüşələr sayda. Şüşə nədir ingilisində? Glass. Glass. Aha. Şüşələr fayda. Sonra mən Almanlar təfəlarını yürüyüşünü verir. Sonra mən 2-ci əsrdə Böyük Dəhrə abidəsi Yunanlardan xəbər verir. Sonra mən Adriandan dostluq. Who talking again? Hə, Fatimə. Albania is made from alloys on 4th century. On 4th century from alloys on 4th century. On 4th century is stone, Iskandar monies and ring. On 66 is gonna fight a battle. It's Roma versus Albania. Albania doesn't win. Roma wins. On 65 Enough. Excellent. Deməli uşaqlar, bu günlərim Albaniya dərsini ümumiləşdirdik. Həm ingilis dilində, həm Azərbaycan dilində ümumiləşdirdik.